Qardaşım, cümə günü qurbanlıqdır. Özünü bu ibadətdən məhrum etmə. Baxın, var bədəni ibadət, var malla edilən ibadət. Yəni, insan malı ilə, var dövləti ilə Allaha yaxınlaşır. Bunun da növləri var. İmam İbn Teymiyyə rahiməhullah öz fətavasında buyurur ki, bədəni ibadətlərin içərisində ən üstün, ən əfsəl edilən ibadət namazdır. Malla edilən ibadətlərin ən üstünü, ən gözəli, ən əzəmətlisi qurban kəsməkdir. İnsan malını xərcləyir, qurban alır, Allah yolunda qurban kəsir, ibadət edir. Və Allah subhanahu və teala Quranda qurban ibadəti ilə namaz ibadətini bir yerdə zikr edib. Və bu da göstərir ki, bu əzəmətli ibadətdir. Fəsalli li rabbikə vənhar. Rəbbin üçün namaz qıl və qurban kəs. Fikir verin, namazla qurban yan-yana gəlib. Və Allah subhanahu və teala əmr edib bu ibadəti. Və çox əzəmətli ibadətdir. Peyğəmbər sallallahu aleyhi və səlləm heç vaxt qurban kəsməyi tərk etmədi. Özü qurban kəsib, subhanallah. Ona görə bu ibadətdən özünü məhrum etmə. Cümə günü qurbanlıqdır. İmkanın varsa, qurban al, Allah yolunda qurban kəs. Vallahi, qurban kəsməkdə bir çox ibadətlər cəm olub. İnsan Allaha şükür edir. Burada şükür ibadəti də var. Və bu həmçinin İbrahim Peyğəmbərin sünnəsini ihya etməkdir, diriltməkdir. İnsan onu xatırlayır. Burada həmçinin insanın ixlasına dəlalət edir. Qurbanlıq, insanın qurban kəsməsi birbaşa insanın ixlaslı olmasını göstərir. İxlasa dəlalət edir. Həmçinin burada sadiqlik var. İnsan Allahdan gələn xəbəri təsdiq edir. Sadiqdir, əgər bu ibadəti edirsə. Və burada bir çox ibadətlər cəm olub. Burada Allah barəsində gözəl zən var. Müsəlman Rəbbi barəsində gözəl zəndədir. Bu da ən əzəmətli ibadətdir. Həmçinin qurbanın əsəri böyükdür. İnsan qurban kəsəndən sonra qohumlarına, qonşularına, miskinlərə, fəqirlərə yardım edir, əhsan edir. Yəni, qurban kəsməkdə bir çox ibadətlər cəm olub. Ona görə alimlər deyirlər ki, qurban kəsmək insanın ixlasına, sadiqliyinə, səmimiyyətinə dəlalət edir. Ona görə də, əgər imkanın varsa, qurban kəs, özünü bu ibadətdən məhrum etmə. Allah subhanahu və teala hər birimizi müvəffəq etsin.